Salam əziz şagirdlər və abituriyentlər. Bugünkü test mövzumuz maddə miqdarı Avogadro qanunudur. Mən kanalımda bu mövzu haqqında geniş danışmışam. Tövsiyə elərdim ki, əvvəl o mövzuya baxıb, daha sonra mənim bu test izahlarıma nəzər yetirəsiniz. Odur ki, başlayaq. Mən istəyərəm ki, yenə kimyanın ilk anlayışların testlərində olduğu kimi biraz qarışıq testlərə toxunum. Çünki ilk mövzular, yəni ilk testlər biraz qarışıq olduğu üçün daha da sizdə fikir formalaşsın deyə mən daha sadə test nümunələrindən başlayaraq izah etmək istəyirəm. Sonda isə bu testləri sizə izah edəcəm. Gəlin birinci başlayaq 7-ci test nümunəsindən. Deməli, biraz sadə bir sualdır. Bir də onu deyim uşaqlar, bunları bu testləri işləyərkən mövzunun belə deyim, bilməsindən daha çox məntiq burada işə düşür. Bu mövzuları daha çox məntiqlə həll etmək lazımdır. Yəni düşünərək, bəzi elə mövzular var ki, hətta orada qaydaları belə bilsən, yenə də tətbiq eləyərkən məntiqlə, deməli, bu misalları həll etmək lazımdır. Gəlin başlayaq. 7-ci test nümunəsindən. Deyir ki, 5 mol H2S-də neçə molekul var? Uşaqlar, molekul dedikdə, baxın, variantlardan da biz görə bilərik ki, biz nə demişdik? Maddənin 6,2 vurulsun 10^23 sayda hissəcik saxlayan hissəsinə mol deyilir. Və 5 mol H2S-də neçə molekul olduğunu bizdən soruşur. Biz bilirik ki, 1 molunda 6,2 vurulsun 10^23 sayda, baxın bu sayda molekul var. 5 molunda isə biz həmin o 5-i vuracağıq, deməli 6,2 vurulsun 10^23-ə. Vurduqdan sonra, yəni hesablayıb biz A variantını alırıq. Cavab olur 3,1 vurulsun 10^24. Yəni 5 mol H2S-də, yəni kükürt sulfitdə bu qədər molekul var. Daha sonra 8-ci test nümunəsinə baxaq. Deyir ki, 224 litr CO2-də, yəni karbon qazında neçə molekul var? Normal şəraitdə. Normal şəraitdə biz demişdik ki, qazın həcmi 22,4. Karbon qazının, deməli, 22,4-ündə deməli, neçə molekul var deyir. Baxın, yenə cavablardan da biz istifadə edərik. Deməli, bilirik ki, burada söhbət 6,2-dən gedir. Deməli, 6,2 vurulsun 10^23. Ancaq deyir ki, indi 224-də nə qədər olar? 224-də də x. X-i də buradan tapırıq ki, x də bərabərdir 6,2 vurulsun. Bu ilə bu ixtisar gedir. Burada qalır 10. Onu da buradakı 10^23-ə vurduqda bir vahid artır. Alınır 6,2 vurulsun 10^24. Daha sonra uşaqlar, istəyərəm 14-cü test nümunəsinə baxaq. Burada biraz, yəni 13 və 14 eynidir. Gəlin 14-ə baxaq. Deyir ki, 9,3 vurulsun 10^23 sayda oksigen molekulu neçə qramdır? Birincisi, biz bilirik ki, deməli, yenə 6,2 ilə işləməliyik burada. Gəlin, yuxarıdan yazım sizin üçün aydın olsun. Deməli, uşaqlar, 6,2 vurulsun 10^23 sayda oksigen molekulu neçə qram olur? Bu, 1 mol üçün nəzərdə tutulubdur. Uşaqlar, biz nə demişdik? 6,2 sayda, yəni bu sayda hissəcik saxlayan, deməli, hissəcik saxlayan həmin o hissə mol adlanır. Yəni, bu 1 moldur. 1 mol oksigenin də qramı 16-dır. Baxın, verib bizə. Amma oksigen, uşaqlar, bir də nəyi burada nəzərdə saxlayaq? Burada oksigen molekulu deyir. Burada atomdur. Nisbi atom kütləsi 16-dır. Nisbi molekul kütləsi isə oksigenin. Mən demişdim ki, oksigen qazdır. Onun nisbi molekul kütləsi 32-dir. Molekul kütləsi deyir, atom kütləsi demir. Burada oksigen molekulu deyir. Yəni, siz çaşıb burada 16-nı istifadə etməyin. Onun molekul olan formulunu, yəni O2-ni istifadə edib. İndeksində 2 olduğu üçün vururuq ki, 32. Deməli, biz bilirik ki, 6,2 vurulsun 10^23 sayda oksigen molekulu 32 qramdır. Bizdən indi istəyir ki, baxın, bu nə qədərdir? Deməli, 9-dan %3 vurulsun 10^23-də isə x-dir.
Deməli, burada 10 üstü 23-lər ixtisar gedir. Burada da uşaqlar 3,1-ə ixtisar gedəcək hər ikisi də. Burada 2 qalacaq, burada 3 qalacaq. Buradakı 2 ilə də, deməli, buradakı 32 ixtisar gedir, 16 qalır. Burada da 3 var idi də uşaqlar, ixtisar gedəndə yuxarıda. Deməli, x də bərabərdir, çarpaz 16 ilə 3-ü vururuq, cavab eləyir 48. Deməli, burada doğru cavab Y variantı. Daha sonra 15-ci test nümunəsinə baxaq. Burada da 1,5 mol H xlorda neçə atom var deyir. Atom deyirsə uşaqlar, baxın atom sözü var burada. Molekul demir. Molekul desəydi bu bir dənə bütöv molekuldur. Atom dediyinə görə, baxın burada həm hidrogen atomu var, həm də xlor atomu. Deməli, bir atom hidrogen, bir atom da xlor atomu. Ümumilikdə 2 atom var burada uşaqlar. Amma bu 1 mol üçün. Bu 1 mol üçündür uşaqlar. Bizə deyir ki, 1,5 molunda neçə atom var. Baxın, belə hesablayırıq. Deyirik ki, 1 molunda deməli 2 atom varsa 1,5-də x. X də bərabər olur. 1,5-i 2-yə vururuq, eləyir 3. Baxın, cavablarda 3 yoxdur. Görürsünüz, cavablarda bizə bu şəkildə verir. Deməli, həmin o 3 atomu da cavabları uyğunlaşdıraraq biz vururuq. Deməli, 6,2 vurulsun 10 üstü 23-ə. Oradan da biz, deməli, C variantını alırıq. Daha sonra uşaqlar 16-cı test nümunəsində də burada artıq bizdən litrlə istəyir. Litri su verib, deyir ki, deməli, metanın, yəni CH4-ün qramını. CH4-ün də qramını bilirik. Baxın, yazılıb burada 16. Bu 16 22,4 üçün nəzərdə tutulur. Uşaqlar, standartlar var da, yəni hər bir qazın həcmi normal şəraitdə. Baxın, normal şəraitdə qeyd edib. Normal şəraitdə həcmi 22,4-dür. 4,48-də isə deməli biz hesablasaq alacağıq 3,2. Yəni 22,4-ü bərabər eləyəcəyik 16-ya, tənasib quracağıq. Deməli 22,4 metan 16 qramdırsa 4,48 litr metan neçə qram olar? Bu şəkildə biz tənasib qurub, qarşı-qarşıya vurub, bərabərləşdirib, oradan alırıq ki 3,2. Daha sonra uşaqlar 19-cu test nümunəsində isə bir qədər fərqlidir. Bizdə kalium OH deməli deyir ki 5,6 qram kalium OH neçə moldur? Ümumiyyətlə bu testləri həll edərkən uşaqlar bayaq da izahlarda fikir verdinizsə, əvvəl bizim standartlarımızı yazırıq, daha sonra tənasib qururuq. Bizim standartımız nə idi? Standartda bizdən deyir ki, ümumiyyətlə 56 qram, çünki bizdən qramdan molu soruşur. Deyir 56 qram əgər 1 moldursa, baxın 56 qram 1 moldur. 1 molun qiymətidir. 5,6 qram neçə mol olar? X. Buradan da x-dan bərabər eləyəcək. X də olacaq 0,1. Daha sonra 21-ci test nümunəsinə baxaq. Uşaqlar, bunları qayıdacağım. 20-dir, digər test nümunələridir. Sadəcə əvvəl sadələrdən başlayıb izah vermək istəyirəm ki, hər şey sizə aydın olsun. Deməli, 21-ci test nümunəsində deyir ki, 5,4 qram suda neçə molekul var? Baxın uşaqlar, atom demir, yenə deyirəm. Molekul dedikdə qarışdırmayın. Molekul bir dənə su molekuludur. Atom desəydi, 3 dənə deyərdik. 2 dənə hidrogen, bir dənə oksigen var deyəcəkdik. Deməli, deyir ki, 5,4 qram suda, deməli, neçə molekul var bilmirik. Amma biz bilirik ki, 18 qram suda, deməli, 1 molekul var. Yəni, 1 dənə su molekulu var. Yəni, yenə deyirəm, uşaqlar, bu cavablar sizi qarışdırmasın. Burada aldığımız hansı cavab ki var, onu biz onsuz da 6,2-yə vurub, buradakı variantları seçirik. Sadəcə daha sadə şəkildə yazıram mən bunu ki, 1 mol üzərindən hesablayın, aldığınız qiyməti də 6,2-yə vurub, buradakı cavabı taparsınız. Baxın necə? Deməli, dedik ki, 5,4 qram su x molekul, bilmirik neçə molekul var o suda, ancaq 18 qramda isə biz bilirik ki, bir dənə molekul var. Oradan da tapırıq ki, x bərabərdir 0,3. Baxın uşaqlar, aldığımız bu 0,3-ü vuracaq 6,2 standartımız olan 6,2 vurulsun 10 üstü 23-ə. Və deməli, buradan da alacaq ki, doğru cavab Y variantı. İndi isə uşaqlar, gəlin 26-cı test nümunəsinə baxaq. 26-da yenə sadə test nümunələrindəndir. Deyir ki, 324
qram sink oksid neçə moldur? Baxın, sink oksidin bizə qramını verir. Biz yenə standartla işləyirik. Deməli, standart necədir? Deyirik ki, 81 qram sink oksid 1 moldur. Hər biri, baxın, burada göstərilən hər bir miqdar 1 mola görə hesablanmış miqdardır. 81 1 moldursa 300 deməli 24-də x mol. Deməli, biz də buradan alırıq ki, x bərabərdir 4 mol. Doğru cavab E variantı. Daha sonra 29-cu test nümunəsinə baxaq. Uşaqlar, 27-də və 28-də bizdən atomlar istəyir. Baxın, biraz çətin tipli olduğu üçün mən onu çətin tipli deyil, sadəcə qarışıq sala biləcəyinizi düşündüyüm üçün əvvəl saddələri izah edeyim. Daha sonra 27-ni və 28-i izah edəcəm. Gəlin əvvəl 29-cu test nümunəsinə baxaq. Deməli, deyir ki, uşaqlar, baxın, burada etan verilib, eten verilib, hər birinin kütləsi verilib və bu kütlələrə əsasən biz onların mol miqdarlarını tapmalıyıq. Standartlara görə biz nə bilirdik uşaqlar? Bu testi həll edərkən biz hər birinin üzərində və yaxud da elə burada qarşıda standartları yaza bilərik. Deməli, biz bilirik ki, 30 qramının, baxın 30 qram verib etanı, 30 qramının deməli molu 1-dir. Amma burada 90 verib. 90-da nə qədər olar? X. X-i tapırıq etan üçün, deməli 3 mol. Daha sonra bu 1. İkincisi isə eten üçün biz baxırıq buna. Deyir ki, yenə 28 üçün bu miqdar, bu mol 1-dirsə, baxın 28 üçün. 56 üçün nə qədər olar? X. X-i də buradan tapırıq. 2. Deməli, burada bu x-imiz 3 olacaq. Burada y-imiz 2 olacaq. Doğru cavab burada B variantı. Daha sonra 31-ci, 30 da eynidir. 30-da sadəcə həcmdir. Bizdən yenə molu soruşur. Çox rahat uşaqlar. Burada yenə həcmdə 22,4-ə görə hesablayacağıq. 22,4 1 moldursa 33,6 neçə mol olacaq? Həmçinin 44,8. Gəlin indi uşaqlar 36-cı test nümunəsinə baxaq. 36-cı test nümunəsi uzun görünə bilər, amma çox sadə bir testdir. Gəlin oxuyum. Deyir ki, inşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır. Yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% azot, 21% oksigen və 1% karbon qazından ibarətdir. Yəni, bu qazlardan ibarətdir. Zalın həcmi 400 kub metr olarsa, havada olan oksigen qazının həcmini hesablayın. Deməli, uşaqlar, bu 21%, 75%, 78% və 1% o deməkdir ki, yəni 100 kub metr havada, baxın, 21%-i necə yazırıq? Belə yazırıq da, %21. Elə deyilmi? Yəni 100 kub metr havada 21% oksigen var. Gəlin belə yazaq ki, tənasüb qurmaq asan olsun. Deməli, 100 kub metr havada əgər 21% oksigen varsa, bizdən istəyir ki, 400 kub üçün bu nə qədər olar? X. X da bərabərdir 84. Əslində, bu qədər uzun mətni oxumaya ehtiyac yoxdur. Sadəcə şərti bilsək və bizə aydın olsa ki, 100 kub metrdə havada deməli 21% oksigen varsa, 400 üçün bu x olacaq. X da bərabərdir 84. Bu oksigen üçün. Bizdən azot istəsəydi, azot üçün hesablayacaqdıq bunu. Karbon istəsəydi, karbon üçün hesablayacaqdıq. Daha sonra uşaqlar, gəlin 37-ci suala baxaq. Deyir ki, kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün deməli, bir şarı helium qazı, digərini isə karbon qazı ilə doldurur. Hər iki şarın həcmi eynidir və içərisindəki qazların temperaturları bərabərdir. Helium və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasında doğru münasibəti müəyyən edin. Deməli, uşaqlar, əgər deyirsə ki, hər iki şarın həcmi eynidir, düşünün ki, hər ikisi də eyni, baxın, bu cür nə doldurulub. Mən də təsəvvür üçün sizə deyirəm ki, məsəl üçün
Düşünün ki, hər ikisinin də həcmi eynidir. Və birində helyumdur, digərində isə karbon qazıdır, CO2. Və bizə deməli bunların kütlələrini, yəni sıxlıqlarını təyin etməyimiz üçün ayirlər verilib. Onları hesablayaq. Deməli, helyum elə olduğu kimidir. Ayirində kimi yazılır. Yəni bu cür o 4-ə bərabərdir. Karbon qazı isə 1 atom karbon, 2 atom oksigenden ibarətdir. Onu da hesablasaq 12-nin üzərinə gəlirik. 2 vurulsun 16, yəni 32-ni eləyir 44. Deməli, sıxlıqları burada müqayisə etsək, bu şəkildə olar. Yəni, karbonun sıxlığı, baxın uşaqlar, B variantındakı kimi. Karbonun sıxlığı, karbon qazının sıxlığı helyumun sıxlığından çox olur. Daha sonra 38-ci testə baxaq. Deyir ki, kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etməklə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O, şarlardan birini helyum qazı, digərini azot qazı və o birini isə oksigen qazı ilə doldurur. Deməli, gəlin 3 dənə belə şar təsəvvür edək, uşaqlar. Deməli, birində helyumdur, birində azot, digərində isə oksigen. Və daha sonra isə bu şarlar havaya buraxılır. Təcrübə zamanı məlum olur ki, X qazı ilə dolu olan şar yuxarı qalxmır. Y qazı ilə dolu olan şar isə sürətlə yuxarı qalxır. Z ilə dolu olan şar isə azca yuxarı qalxıb dayanır. Deməli, X ilə dolu olan şar əgər yuxarı qalxmırsa, deməli o sıxlığı ən belə deyək, çox olandır. Hansı ki, biz demişdik ki, yəni sıxlıqlar nə qədər azdırsa, o daha tez havaya qalxar. Deməli, helyum üçün biz əvvəl kütlələrini yazaq bunların. Helyum 4-dür, azot 14 yox, onun nisbi atom kütləsidir. Biz 52 olan halı ilə tapmalıyıq, hesablamalıyıq ki, 28. Oksigende də 16-dır ayrı, yəni atom nisbi atom kütləsi. Nisbi molekul kütləsi isə vuracaq ki, eləyəcək 32. Deməli, əgər X qazı ilə dolu olan şar yuxarı qalxmırsa, hansının sıxlığı ən çoxdursa, o yuxarı qalxmır. Deməli, X 32 oksigen olacaq. Y qazı ilə dolu olan şar sürətlə yuxarı qalxır. Z qazı ilə dolu olan şar isə azca yuxarı qalxır. Deməli, sürətlə yuxarı qalxan burada helyum olacaq. Azca yuxarı qalxan isə burada Z olacaq. Deməli, doğru cavab D variantı. Daha sonra uşaqlar, bir digər maraqlı bir test nümunəsini sizə göstərim. 52-ci test nümunəsi çox maraqlıdır. Baxın, deməli deyir ki, boş halda birinci və ikinci qabların kütləsi eynidirsə, M-i hesablamamızı istəyir. Baxın, tərəzidir. Hər ikisində də kütlələr eynidir. Yəni, tərəzidə biz nə demişdik? Bu gözü ilə bu gözü bir-birinə bərabər olmalıdır. Deməli, burada da bizdə M var və hidrogen, 1 mol hidrogen, digər gözündə isə 0,5 mol karbon qazı. Gəlin əvvəl baxaq ki, 1 mol hidrogenin kütləsi nə qədərdir? Baxın, ayirlərini də hər birini bizə verib. Deməli, 1 mol hidrogenin kütləsi 2 üstünə gəlinsin M. Yəni, bu tərəzinin bu gözündəki 2 plus M-dir çəki. Qramla biz əlbəttə ki, istəyir bunu və indi gəlin bu gözünə baxaq. Bu gözündə isə karbon qazından 0,5 moldur. Karbon qazının öz kütləsi 1 molunun kütləsi uşaqlar 44 qramdır. 0,5 molunun kütləsi isə, yəni 1-in yarısıdır bu, burada da yarısı olacaq 22. Deməli, bu gözdə isə 22 qramdır tərəzi kütləsi bu gözdə. Deməli, 2 plus M bərabərdir 22. M də bərabərdir 22-ni keçir. 2-ni keçirsə 22-nin yanı, 22-dən çıxacaq 2-ni, eləyəcək 20. Deməli, M-imiz bizim burada 20 imiş.